Azərbaycanda antropogen dövrünə aid çökmə mənşəli süxurlarının yayıldığı düzənlik ərazilərdə əmələ gələn egzogen relyef formaları. Antropogen dövrünə aid deyəndə, yəni dördüncü dövr çökmə mənşəli süxurlardan danışılır burada. Çökmə mənşəli dördüncü dövrə aid süxurlar isə əsasən düzənlik ərazilərdə deyildiyi kimi bizim ölkədə əsasən düzənliklərdə yayılıb bu yaşıl süxurlar. Demək ki, biz bəndlərə nəzər salaq. Turoq dərələri, bedleklər. Turoq dərələri əsasən dağlıq bölgələrdə, bedlilər isə alçaq dağlıqlarda rast gəlinir. Hansı ki, bu bölgələrin heç biri dördüncü dövr çökmə sularına aid olmur. Buna görə yanlış bənddir. V şəkli dərə, bunlar da əsasən dağlıq bölgələrdə olduğu üçün, bunlar da düzənlik ərazisinə uyğun gəlmir. Növbəti bənddə isə gətirmə qonusu, bəli, bunlar düzənlik ərazilərdir, amma V şəkli dərə yenə dağlıq ərazidə olduğu üçün bu da doğru bənd deyil. Digər bənddə baxıram, Aridiyumda isə və Morin təpələri. Bunlar da əsasən Morin təpələri dağlıq bölgələrdə olduğu üçün bu da doğru bənd deyil. Demək, bizim doğru bəndimiz gentermə konusları və meandrlar və bunlar əsasən düzənlik relyef formalarında rast gəlinən relyef vahidləridir.